orta məktəbi mən bitirəndən sonra mənim təhsilimin davam olması haqqında mən özüm müstəqil qərar qəbul etdim. Çünki mən orta məktəbi bitirəndən sonra mən Naxçıvanda bitirmişdim. Bizim ailə çox böyükdür. Atam tək işləyirdi, fəhlər idi, dəmir yol fəhləsi idi və ailəni saxlamaq çətin idi. O mənə məsləhət gördü ki, mən gedim işləyim və ailəyə kömək edeyim. Mən isə təhsilimi davam etdirmək istəyirdim. Demək istəmirəm ki, atamın mən bu sözümdən çıxdım, yox. Ancaq atamın bu sözünü mən bir ata sözü kimi qəbul etdim. Eyni zamanda çox fikirləşdim, düşündüm və belə fikrə gəldim ki, mənim üçün oxumaq, ali təhsil almaq və gələcəyim üçün lazım olan bilik almaq lazımdır. Buna görə də mən qərar qəbul etdim. Məsələn, o vaxtları mənim 16 yaşım vardı. Naxçıvandan Bakıya gəlmək o qədər asan bir şey deyildi. Ancaq tək başına Naxçıvandan Bakıya gəldim. Burada institutda daxil oldum. Oxumağa başladım. Düzdür, buna etiraz olmadı. Ancaq bu mənim daxilimdən, içimdən gələn bir fikir idi, qərardı və bunu da mən qəbul edim. Naxçıvanda pionerlər evi vardı, pionerlər evi. Orada dram dərnəyi vardı. O dram dərnəyinə də bir gözəl aktyor Mir İbrahim Həmzəyev rəhbərlik edir. Mir İbrahim Həmzəyev Naxçıvanlı deyildi, o Gəncəli idi. Ancaq Gəncədən gəlmişdi, Naxçıvan teatrında baş rollarda oynayırdı. Mesela mən teatra çox gedərdim. Onun ifa etdiyi rollara mən çox böyük, o əsas qəhrəmanları ifa edərdi. Mən çox böyük məhəbbətlə, böyük, eyni zamanda həsrətlə baxardım. Sonra mən eşidəndə ki, dram dərnəyi düzəlibdir və o da dram dərnəyinin rəhbərliyi idi, oraya getdim. Ondan yaxın tanış oldu. O məndən çox yaşlı idi, şübhəsiz ki. Mən o vaxt 13, 14, 15 yaş bu devirlərdə mən dram dərnəyində iştirak eləmişəm. Ancaq çox yaxın olduq. O da mənim görsənir ki, müəyyən qədər istedadımı qiymətləndirdi və məsələn, ona mən bir nümunə kimi baxırdım, Mir İbrahim Həmzəyevə. Sonralar da mən onu həmişə yadıma salırdım. Mənlə bərabər bir sinifdə oxuyurdu gənc qız. O sonra o Mir İbrahim Həmzəyevə vuruldu, ona ərə getdi. O da sonra böyük artist oldu Naxçıvanda, Azərbaycanda. Zəroş Həmzəyevə tanınmış bir artistdir. O vaxtlar çox maraqlı vaxtlardır. Mən o vaxtları daima yadıma salaram, xatırlayıram. İnsanlarla mən ünsiyyətdə şübhəsiz ki, insanların sadəliyini birinci növbədə qiymətləndirirəm. İnsan yeri sadə olsun. Və insanlarla ünsiyyətdə mən insanların söhbət aparmasında məzmun, mənaya fikir verirəm. Mənasız danışıqlarla mənim aram yoxdur. Boş danışıqlarla aram yoxdur. Ona görə həmişə danışanda istəyirəm ki, söhbətin bir mövzusu olsun, konkret fikir olsun, fikir mübadiləsi olsun. Hətta adi belə işdən kənar vaxtda da mən boş söhbətlə məşğul olmamışam heç vaxt. Belə bir fikir var, deyirlər, böyük siyasət həmişə adamı ailədən, qohum-əqrəbədən, dostlardan təcrid edir. Sizin bu fikrə münasibətiniz? Burada həqiqət var, həqiqət var. Böyük siyasət, amma bu da adama baxır. Kim öz o vəzifəsinə, öz gördüyü işə nə qədər məsuliyyətlə yanaşır. Adamlar var ki, təcrid olmurlar. Elə işi ilə də məşğul olurlar, ancaq qohum-əqrəbası ilə, dostlarından da ayrılmırlar. Ancaq mən isə təcrid olundum. Bəli. Mən bu böyük
devlət və siyasi işləri ilə məşğul olduğuma görə qohum əqrabamdan da çox uzaqlaşdım. Düzdür, mənim o qədər çox da qohum əqrabam yoxdur. Ancaq uzaqlaşdım, uzun illər çoxları ilə görüşə də bilmədim heç. Mənim çox dostlarım da olmayıbdır. Mənim dostlarım həmişə işdə, yəni işlədiyim yerlərdə olubdur. Yəni işdən kənar mənim elə bir dostlarım olmayıbdır. Sizin həyatınızda öyle bir şəxsiyyət olub ki, siz ondan nümunə götürmüsünüz? Bilirsiniz, mən öz müəllimlərimi çox xatırlayıram. Və xüsusən orta məktəbdə oxuduğum devrdə, Naxçıvanda oxuduğum devrdə müəllimlərim. Təsəvvür edin ki, mən sonralar da ali məktəblərdə oxumuşam, Bakıda da, Leninqradda da, Moskvada da. Ancaq o Naxçıvanda orta məktəbdəki müəllimlərimin mən xatırlayıram. Və onları çox böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çünki onlardan mən çox şey öyrəndim. Bir o mənə o dərsdə, o məktəbdə, o müəyyən fənlərə görə yox, davranışda, danışıqda. Onları mən məsələ özümə nümunə kimi istəyirdim, məsələ müəllimim kimi olum. Belə müəllimlərim vardı mənim. O vaxt onlar da o qədər yaşlı deyildi, gənc idilər. Mən onlar kimi olmaq istəyirdim. Məsələn, belə adamlar olubdur. Sonra isə siyasi fəaliyyətdə bilirsiniz, həyat dəyişilir. Çünki bəzi adamların qiyməti də dəyişilir. Məsələn, 20 il bundan qabaq bu adamı haqqında bir cür düşünmürsən, sonra başqa cür düşünürsən. Ancaq belə şəxslər olubdur.